nömrə qapaq taxılıbdır. İkinci, body mass indeksi ilə BSA-sını hesablayıram. Yəni boy və kilosunu soruşuram. Üçüncü, nəbzinə baxıram. Çünki takikardiya çox ölçəcəyim bütün parametrləri dəyişdirə bilər. Və mən öz echo raporlarımı biraz fərqli yazıram. Ora öz echo raporunun başına işte xəstəyə bu tarixdə məsələn 2005-ci ildə 19 nömrə Medtronic qapaq taxılıb məsələn belə bir şey. Çünki sonrasında bunu xəstənin əlinə də verirəm. Başqa bir yerə getdiyində o həkimin də işini asanlaşdırır. Yəni siz də bəlkə belə bir şey eləyə bilərsiniz əgər ortaq bir sisteminiz yoxdursa girə biləcəyimiz. Çox rahatlaşdırır. Həm öz işimi, həm də başqa bir həkimin. Və oraya əgər takikardiya fonunda baxmışamsa, fərq etməz ümumiyyətlə. Hansı nəbzdə baxmışamsa onu da qeyd edirəm. Çünki bu da bir başqa bir həkimə yenə yol göstərici olur ki, yəni bu parametrələr takikardiya fonunda mı olub, yoxsa normal nəbzdən. Normal nəbzdən də nədir bizim üçün? Normalda 60 ilə 100-ü biz normal hesab edirik öz normal praktikamızda, amma 70 və 80 aralığında olması daha yaxşı olar echo dəyərləndirərkən. İkinci, bundan sonrasında artıq ekokardioqrafiyaya keçirəm. Əlbəttə ki, hər birimiz transtorasiklə başlayırıq. Transtorasiklə kardioqrafiyada daha çox mən aort qapaqda biraz çətinlik çəkirəm. Yəqin ki, hamımız eyni vəziyyətdə oluruq. Mitral qapaq sanki daha yaxşı görünür. Ən azından görməsəm bir T edərəm deyə düşünürəm. Çünki T sanki mitral qapaq üçün yaradılıbdır. Amma aort qapaqda T-də də çox çətinlik çəkirik. Transqastrik baxacağıq. O da xüsusilə kiçik bir ölçüdə bir qadındırsa, o da daha bizim üçün çətinlik törədə bilər. Ondan dolayı ilk aşamada ən doğru, optimal bir görüntüləri əldə etməyə çalışıram. Və ən önəmli şey dəns yerləri ölçmək lazımdır. Yəni saçaqları ölçməməmiz lazım. Aort qapaqda da, mitral qapaqda da. Harada dəns yer görürsə onu ölçməliyik. Eyni zamanda baseline-ı ayarlamalıyıq. Yəni o trase tam olaraq yerləşməlidir o baseline-a. Sonra scale-i düzəltməmiz lazım. Xüsusilə bu aort qapaqda bizim üçün önəmlidir. Bazen qradiyenti yüksək olduğu üçün onu scale-i daraltmaq deyirlər. Yəni 2, məsələn 4, 8 olur, 4, 6 olur. Elə deyil də 1, 2, 3, 4, 5 gibi gedərsə daha uyğun olur və xüsusilə aort qradiyenti alırıqsa qara trase üzərində bəyaz bir trase görməliyik. Yəni dəns bir traseni görməliyik. Və bir də ən önəmli şey, məsələn, bəzən çox xəstə görən mərkəzlər var, gündə 50-60 xəstə. Bu 50-60 xəstənin arasında biz hamısına bir BSA baxaq, nə bilim, akselerasyon time-a baxaq, EOA necə hesablayaq deyərkən sorsanız ki, məsələn, xüsusilə yeni başlayanlar, rezidentlər, hansı qapaq bizim üçün patolojikdir, onu hansında araşdırmağa başlayaq. Bu aort qapaq üçün Vmax-a baxmağı tövsiyə edərdim. Yəni mən deyil, guideline-ı tövsiyə edir. Vmax 3-ün üzərindədirsə, burada bir takikardiya yox ikən, Vmax 3-ün üzərindədirsə, aort qapaqda araşdırmağa başlamaq lazımdır. Mitral qapaqda da əgər 1.9 keçirsə, yenidən araşdırmağa başlamaq lazımdır. Və ən önəmli məncə parametrələr aort qapağı üçün Vmax-a baxmamız, effektiv orifis alanını hesablamamız, effektiv orifis alanını indeksləməmiz və akselerasyon time-a baxmamız. AT-bel ET, yəni akselerasyon time bölü ejeksiyon time-ını mən hər kəsdə rutin çox zaman hesablamıram. Əgər ekstra zamanım varsa hesablayıram. Bunu da nə zaman hesablaya bilərik? Xəstə əgər bradikardikdirsə, bradikardi olan xəstələrdə çünki relativ bir uzama oluyor akselerasyon time-ının. Onda AT-böl ET oranı bizim nisbəti daha çox bizə məlumat verər. Bir də effektiv orifis alanını hesablamamız 1000 qradiyentdən daha üstündür. Çünki bu daha çox flow bağımsız olduğu üçün effektiv orifis alanını hesablamağı tövsiyə edirəm. Mənim əvvəlki exolarım buydu ki, qradiyent yazardım. Heç AVA-dır, effektiv orifis alanı bunlardan heç bahs etməzdim. Ancaq bunlar daha çox flow bağımlı olduğu üçün effektiv orifis alanı daha məntiqlidir. Bir də body mass indeksi, Türkan onu çox gözəl vurğuladı. Obez xəstələrdə diqqət etməmiz lazımdır. Çünki yağ dokusu aktiv bir metabolik bir doku olmadığı için daha aşağı bir cut-off dəyərdə
ədədləri götürülür. Yəni normalda 0,65 deyil də daha aşağısı ola bilər. Bir də xüsusilə əgər exo laboratuvarında çalışan həkimlər varsa, o qapaq nömrələrinin, qapaq Türkəmdə onu göstərdi, qapaq adı və onun effektiv orifice alanı, qradiyentləri, onları eləyə bilərlər. Bir də bir KardioValve deyə bir mobil tətbiq var. Bu dəqiqə həyatımız telefondan ibarət olduğu üçün oradan da baxa bilərsiniz. Yəni orada məsələn Medtronic 21 nömrə qapaqdırsa da orada onun effektiv orifice alanı, qradiyenti, normalı nədirsə onları bizə göstərir. Bu da bizi hani mismatch eləməkdə daha da yol göstərir. Bizim ölkədən çox çətinlik çəkdiyimiz effektiv orifice alanını yəni hesablayandan sonra müqayisə etməkdir. Çünki xəstələr heç informasiyalı deyirlər, raporları əlində gətirmirlər. Yəni hətta biz exoda baxırıq ki, yəni bu xəstəyə nə qapaq qoyulub falan. Ona görə biz o effektiv orifice alanında bizim ölkədə biraz çox geridəyik. Burada da belədir. Ancaq yəni ola bildiyincə xəstənin və yaxınlarını məlumatlandıraraq bunu raporları gətirərək və raporları qapaq nömrələrini özümüzdə qeyd eləməliyik. Çünki xəstələr bir sonraki dəfə yenə eyni vəziyyətdə gəlirlər. Bir də sizdə sistem olması da çox gözəldir. Açıb baxırsınız. Məsələn, bizdə elə bir sistem yoxdur. Gələndə köhnə raporunu onsuz da gətirmir. Vahid bir sistemin olması çox gözəl bir şeydir. Eynən. Çox sağ olun. Davam eləyək, Türkan doktor, buyurun. Aha, guideline üzərində hesab eləyin. Sonra yaddan çıxmamış Gülnar doktordan application'ın adını təkrar xahiş edəcəm. Çox maraqlı gəldi mənə. KardioValve. KardioValve, düzdür? Bəli. Mən indi bura çata da yazaram. Tamam, çox sağ olun, minnətdaram. Guideline-larda əsas məqamlara toxunmağa çalışacağam. Çünki bilirəm, görüntüləmə hissəsi çox idi, rəqəmlər çox idi. Ona görə biraz guideline-da vacib məqamlara toxunub vakalara keçəcəm. Guideline-da qapaqlar haqqında nə deyilir? Məlumatlandırılmış xəstənin istəyi nəzərə alınaraq və uzun müddətli antikoagulyasiya üçün əks göstəriş olmadıqda mexaniki qapaq tövsiyə olunur. Aortal mövqedə protez üçün yaş həddi 60-dan aşağı, mitral mövqedə protez üçün yaşı 65-dən aşağı olan xəstələrdə mexaniki qapaq nəzərə alınmalıdır klass 2A ilə. Bioloji ürək qapağında məlumatlandırılmış xəstənin istəyi nəzərə alınaraq yenə bioloji qapaq tövsiyə olunur klass 1-lə. Aortal mövqedə protez yaşı üçün 65-in üzəri, mitral mövqedə protez yaşı üçün 70-in üzəri olan xəstələrdə bioloji qapaq nəzərə alınmalıdır klass 2A ilə. Həmçinin hamiləyi planlaşdıran qadınlarda bioloji protez qapaq nəzərə alınmalıdır klass 2A ilə. Mexaniki ürək qapağı dəyişdirilməsi, yəni mexanik protezləşmə baş vermişdir. UFH və ya aşağı molekulyar çəkili heparin ilə körpüləmə və varfarin müalicəsinə 24 saat ərzində və yaxud kliniki cəhətdən təhlükəsiz olduqda başlamalıyıq. Bu sinif 1-dir. Ömür boyu varfarin müalicəsi inyer göstəricinə xəstənin fərdi profil və qapağın xüsusiyyətlərini nəzərə alaraq nəzarət etməliyik. Bundan sonraki slaytlarda qoymuşam hansı qapaqda inyer aralığımız necə olmalıdır. Həmçinin xəstənin maarifləndirilməsi və TTR artırmaq üçün özü nəzarət təlimi də aparılmalıdır klass 2B-nə. Xüsusi klinik hallar var. Klinik hallardan biri kardioembolik fəsaddır. Əgər inyer terapevtik diapazonda olarsa, xəstədə kardioembolik bir hadisə baş verirsə, inyer hədəfini artırırıq və yaxud da ki, aşağı dozada aspirin əlavə edirik. Simptomatik aterosklerotik xəstəlik varsa xəstənin qanaxma riski profilinə əsasən aşağı dozada aspirin əlavə edə bilərik klass 2A ilə. Xəstədə elektiv qeyri-kardiyak cərrahi əməliyyatlar və yaxud invaziv prosedurlar olacaq mexaniki qapağı olan bir xəstədə nə edirik? Kiçik və ya minimal invaziv müdaxilədirsə, VK müalicəsini davam etdiririk, kəsmirik sinif 1-dən. Yox, daha böyük bir müdaxilədirsə, bu vaxt xəstədə tromboembolik risk faktorları
dəyərləndiririk. Əgər tromboembolik risk faktoru yoxdursa, cərrahiyyədə 3-4 gün əvvəl VK dayandırılması və 24 saat ərzində körpüləməsiz başlayırıq sinif 2B ilə. Əgər tromboembolik risk faktorları varsa, cərrahiyyədən ən azı 4 gün əvvəl VK dayandırırıq və 24 saat ərzində və yaxud da ki, kliniki cəhətdən təhlükəsiz olduqda klass 1-lə bərpa edirik, həmçinin heparinlə körpüləmə edirik. Tromboembolik risk faktoru deyəndə nə nəzərdə tuturuq? Bura aiddir sol mədəcik disfunksiyası, atrial fibrilyasiya, əvvəlki tromboembolik hadisə, hiperkoagulyasiyaya meyillilik, çoxsaylı mexaniki qapaqlar, xüsusilə də mitral mövqedə mexaniki qapaq. İnyer hədəfi və terapevtik diapazon. İnyer hədəfi hər xəstə üçün indi sayacağım amillər nəzərə alaraq fərdiləşdirilməlidir. Protez qapağının növü, qapağın yerləşdiyi mövqe, protez qapaqlarının sayı, xəstənin tromboz riski, yanaşı xəstəliklər, komorbidləri nələrdir, onlara baxırıq. Bayaq dediyim cədvəl budur. Deməli, yenə burada nədir? Əlavə protrombotik faktorlar, bayaq protrombotik faktorları saydım. Qapağın növü və yerləşməsi. Əgər ball and cake, tilting qapaqdır, istənilən mövqedə, bütün mitral və tricuspid mövqedə olan mexaniki qapaqlar, protrombotik faktor yoxdursa, inyeri 2,5, 3,5 arasında tuturuq, varsa 3-4 arasında tutacağıq. 2 yarpaqlı müasir nəsil single tilting aortal mexaniki qapaqlarda protrombotik faktor varsa xəstədə inyer 2,5, 3,5 arasında tuturuq, yoxdursa 2-3 arasında tutacağıq. Bu bayaqçı cədvəldə dedim onu. Burada vurğulamaq istədiyim nədir? Mexaniki qapağı olan xəstələrdə trombozun profilaktikası üçün doakların və yaxud ikili antiaqreqat terapiyanın, yəni DAPT-ın tətbiqi tövsiyə olunmur. Bu klass 3-dür. Mexaniki ürək qapaqları olan xəstələrdə qanaxmanın qarşısını necə alırıq? Proton pompası inhibitorları yuxarı mədə-bağırsaq qanaxma riskini 40% azaldır. Ümumiyyətlə, qanaxma riski əsasən kimlərdə daha çox olur? Yaşlı xəstələrdə, alkoqol istifadə edən xəstələrdə, qeyri-steroid iltihab əleyhinə preparatların uzun müddətli istifadəsi, bir də antiaqreqat preparatların birgə istifadəsi. Xəstəmiz gəlib, yüksək inyer var və qanaxma. Necə idarə edəcəyik? Əgər inyer 4,5-10 arasıdırsa, qanaxma yoxdursa xəstədə, burada deyir ki, VK-nı müvəqqəti dayandırın. Oral vitamin K1 tövsiyə olunmur. Çünki oral vitamin K1 verilməsi əlavə fayda göstərmir. Hətta təhlükəsizlik baxımından mənfi tendensiya yarada bilir. Bunu randomize olunmuş tədqiqatlar belə göstərib. İnyer onun üzəridir. Amma xəstədə yenə də qanaxma yoxdur. Oral vitamin K1 verilməlidir 2-3 mg. Həddindən artıq korreksiyadan yenə də qaçmaq lazımdır. Həyati təhlükəli və böyük qanaxma var. VK-nı dərhal dayandırırıq. Antikoagulyasiya təsirinin geri çevrilməsi üçün 4 faktorla aktivləşdirilməmiş protrombin kompleks konsentratı istifadə edirik. Bu təzə dondurulmuş plazmadan üstün tutulur. Çünki daha təhlükəsizdir və daha effektivdir. Tromboz riski yüksək olan qapaqlarda 12,5 vahid başlayırıq bu kompleksdən. Standart dozu 25-dən 25-dir, biz daha aşağı, 2 dəfə aşağı başlayırıq. Və vitamin K1 istifadəsi veririk. Beynəldaxili vitamin K1 tətbiq olunanda oral istifadəyə nisbətən inyeri təxminən 4 saat daha tez normallaşdırır. Lakin 24 saat sonra oral və IV tətbiq arasında fərq qalmır. Bunu qeyri-kardiyak invaziv prosedurları bayaq göstərdim. Bioloji qapaq, ürək qapaqlarında nə edirik? Xəstə bioloji, mitral və tricuspid bioloji qapağı var və uzun müddətli antikoagulyasiyaya göstərişi varsa, klass 1-lə uzun müddətli OAK veririk. Yoxdursa əgər 3 ay, klass 2 ayla OAK veririk, daha sonra isə qanama riskini dəyərləndirərək uzun müddətli aspirin veririk. Artal mövqedə bioloji qapaqdırsa, yenə də uzun müddətli antikoagulyasiyaya göstəriş varsa,
OAK veririk. Yoxdursa 3 ay müddətində aspirin və yaxud OAK verilir. Daha sonra isə qanama riski dəyərləndirilərək uzun müddətli aspirinə keçiririk. TAVI-də göstəriş varsa uzun müddətli OAK veririk. Yoxdursa 12 ay aspirin veririk. 12 aydan sonra isə uzun müddətli aspirinə keçiririk. Türkan doktor, çox üzr istəyirəm. Vakayı keçsək olarmı? Vakaya. Çünki bunlar artıq rəhbər tövsiyələr məncə düşünürəm ki, hamının oxuya biləcəyi bir şeylərdir. Tamam, necə Direkt vakalara keçək. hamiləlikdə əslində hamiləliyi onsuz da danışacağıq, hamiləlikdə də Onlardan var. danışacağıq doktor. Hamiləlik çünki bizdə ayrı bir mövzudur. Onu inşallah danışacağıq. Tamam. Bir şey söylemek istedim. Bu kanamalar inere yüksekliği çok önemli bence bir problemdir. Bazen hastalar unudurlar, çok içirler vesaire. K vitaminini verenden sonra normalde neçə saat sonra bakmak lazımdır inereye veya baxırsınız? Mən də həmişə onu maraqlanırdım ki, bunu necə eləməliyəm. Onu bir dəfə hocaya sordum, o da 6 saat sonra demişdi. Bilmirəm, mən Əslində 6-8 bilirəm mən də. 6 saat sonra baxmaq, sonra yenidən əgər iğnəyə yüksəkliyi varsa 1 milliqram və ya Təkrar vurmaq. milliqram təkrardan baxmaq, vermək. Guideline da deyir ki, ən azı onsuz da bu dərmanın təsiri 4 saat yəni təsir göstərir. İğnəni təxminən 4 saata daha tez normallaşdırır. Məncə də yəni 6 saat optimal ola bilər. Bunu yeni başlayanlar bəlkə hani sora bilər ki, növbədə bəzən gəlir xəstə nə edək? 6 saat sonra baxmaq lazımdır. Və normalda 24 saat içində normala gətirir. Çox fazla da verməmək lazımdır. Bilmirəm heç IV vermisinizmi K vitaminini? IV də çox belə dramatik bir təsir eləyir, iğnəyə dəyərində düşmə eləyir. Prosta biraz mən çəkinirəm ki, adətən oral verirəm ağızdan əgər bir qanaması yoxdursa. Bir də siz təzə dondurulmuş plazmadan istifadə edirsiniz, yoxsa qanama varsa? qanama? Sadəcə qanama varsa təzə donmuş plazma, əgər qanama yoxdursa, iğnəyə neçə olur olsun, biz K vitamini veririk. Tamam. Mənim ən çox çətinlik çəkdiyim şey bu xəstəni yatıralım mı, yatırmayalım mı açıkçası. Çünki gedər bir yerdə yıxılsa necə olar? Adətən yatırmaqda fayda var, belə deyim. Mənim burada ən çox problem yaşadığım nədir? Deyir ki, iğnəyə 4.5-10 arasıdırsa, yəni tövsiyə olunmur vitamin K1. Siz istifadə edirsinizmi bu aralıqda? Mən bir koşu yolunda etdiyimiz bir algoritma var idi. Ona görə açıkçası mən elə uygulayıram. 5.5-un üzərindəsə, 5.5-in üzərindəsə, hətta 4.5-in biz K vitamini yenə də veririk. Mən öz şeyimdə, yəni 5-in üzərindədirsə, bir 0.5 milliqram oral K vitamini verirəm yenə də. Tamam. Təşəkkür edirəm. Vakalarınızı. Biraz empatisi olsun deyə, biraz da məncə başımız açılsın deyə bunu oxumaq istəyirəm. Deməli, protez qapaq yeni bir başlanğıcdır. Hər protez qapağın arxasında bir insan, bir ailə və bir ümid dayanır. Protez qapaqlar xəstəyə yenidən normal həyata qayıtmaq şansı verən həyat körpüsüdür. Hər dəqiq diaqnoz, hər düzgün qərar bir insanın gələcəyidir. Məncə bunu yadımızdan çıxartmayıb elə yanaşaq xəstələrə. Empati hissimiz yüksək olsun. Olğu 1. Bu Türk saytından götürdüyüm bir vakadır. Addım-addım bizə izah elədiyi üçün ona görə bu vakanı qoydum. İndi birlikdə başlayaq. 55 yaşda kişi xəstədir. BCA-sı 1.98. Body mass indeksi 29 kiloqram bölü metr kvadratıdır. ABR olunub 2012 ildə. Asimptomatik rutin təqibə gələn xəstədir. Qapaq modelini və ölçüsünü sonradan verəcəm. Xəstə gələndə əslində raporları gətirməyib, sonradan Türk hocalar orada tapıb qapaq ölçüsünü qeyd edib. Artı mövqedə burada görürük ki, pik hız, pik sürət 3.6-dır. Bayaqki algoritmdə də indi cədvəli göstərəcəm. İlk addım nədir? Baxaq görək ki, doğrudan biz CV Dopplerlə düzgün bir pik hız almışıqmı ya almamışıqmı? Deməli, buradakı pəncərələrdən hansını da daha çox dəyərləndiririk biz? Suprasternal, right parasternal və apikal.
Tək bir pəncərəyə bağlı qalmaq olmaz. Müxtəlif pəncərələrdən ölçüm, bujet alınmalıdır. Və biz Paracetamol adətən pedofropla aha bəli, pedo. istifadə edirik. Heç istifadə etmisinizmi bilmirəm. Çox Valla bizdə var pedo şeydir, proba. Amma tam Zöhrə doktorundan tam başa düşə bilməmişik o pedo o pedofrop mən istifadə etmişəm. Orada görüntü yoxdur, bilirsiniz, sadəcə. Aha bəli, görüntü yoxdur. Onu məntiqi budur. O dar bir kod arası olan dar bir pəncərədən o outdarlı sinyalini yakalamamız için istifadə edirik. Biraz uğraşmaq lazımdır. Biraz zaman şeyləyən bir prop. Onu o axımı tapmaq lazımdır o pedofropla küçük bir şeydən, sahədən olduğu üçün. Çox etkilidir. Çünki bəzən apikaldən düşə bilmirik. Xüsusilə foreshortening varsa o koaksiyel düşmək lazımdır, bilirsiniz. Yəni ekhonun təməl ilk qaydası koaksiyel olmaq lazımdır axımlara. Bəzən akma koaksiyel düşə bilmədiyimizdə pedofropdan istifadə edə bilərik. Çox faydalıdır. Yəni əlinizdə varsa mütləq istifadə edin. Yaxşı bir şeydir. Amma genelde apikal 5 boşluqdan və ya apikal 3 boşluqdan şey eləyirik. O da mütləq foreshortening olmamalıdır siz dediyiniz kimi. Çünki apikal boşluqlar ümumiyyətlə daha çox foreshortingə meyilli olan bir boşluqdur. Apikal 4 boşluq, 5 boşluq. Bunun üçün bizim görüntümüz də yaxşı olmalıdır ki, CV ilə düşəcəyimiz jet də normal alınsın. Bir də bir şey demək istəyirəm. Mənim məsələn özümün ən çətinlik çəkdiyim Levote ölçümüdür. Yəni Levote'yi ölçürəm, hər dəfə bir fərqli bir rəqəm alıram. Hər dəfə fərqli bir rəqəm aldığım üçün gradient EOI-ı da yanlış hesablayıram, fərqli hesablayıram. Orada bir neçə əslində yöntemdən bəhs edirlər. Əslində ən optimali T edərkən yazmaq. Məsələn, bəzən hətta bunu önərirlər ki, heç xəstəyə fərqli bir səbəbdən afet hiss eləyir. Məsələn, ən bəsitdə bizim üçün appendiksə baxıb çıxırıq. Orada deyir, heç olmazsa o Levote pozunda 120-130 dərəcədə gerçək Levote pozunda, yəni apeksi gördüyümüz pozda Levote'u ölçməmiz, ölçüb bir yerə qeyd etməyimiz ki, sonrasındakı hər şeylərdə, echo raporlarında və ya bizə bir qapaq dəyərləndirməsində onu istifadə edək. Onu da əslində şeyi nədir? Onu da mən Gökhan abidən öyrənmişdim. Onunla çalışdığım dövrdə. Normalda guideline deyir ki, biraz 5-10 milim alt kapağın üstündən ölçün, amma Levote kasılan bir şey olduğu için, yani hareketli bir şey olduğu için harda değil, bizim mid sistolda ölçü. Mid sistolda kiçildiği için biz bence daha underestimate edirik, daha küçük ölçürük. Sonrasında biz aort kapağın tam kapak bitiminde ölçtük. Bu sefer de pulse wave'i hara koyacağıq? Məsələ o olur. Yəni Levote mı qoysaq? Yəni normalda Levote hardan ölçürsənsə pulse wave'i də oradan qoymaq lazımdır. Aort kapak deyir şeyində hətta elə bir başqa bir ekhocuların elə bir şeyi var idi bir-birlərinə xarici ki, əgər tamam aort kapağını oradan alırsansa bəs pulse wave'i necə qoyacaqsan? Onu da sonrasında mən Gamze abladan bunu öğrenmiştim. Bana şey demişti. Sen der gel aort kapaktan başla. Elizing zaten verir aort darlığında. Elizing'i bittiği yerde bitir. Orada pulse wave'i yani Levote VTI'ni oradan ölç. Yani onu ettikten sonra bayağı bir işim rahatlanmıştı. Bir de Gökhan hocanın da para çıkmak lazımdı. Gökhan hocanın o vaxt Bakıya gələndə bir deyimi var idi. Deyirdi ki, tamam ölçə bilmirsiniz, 2 santimetrdən deyir hesablayın. O da bilmirəm. Onu eləyirəm, kaba şəkildə, yəni bir şey eləyirəmsə, heç artıq görürəm ki, işin içindən çıxa bilmirəm. Onda onu eləyirəm. Ancaq bəzən çox kritik bir xəstələr, xüsusilə nativ bir aort kapağı varsa və bu xəstə əməliyyata getsinmi, getməsinmi, 0,9 santim midir, yoxsa 1,1 midir? Bu çox böyük bir şeydir. Yəni mən o qapaq xəstəliklərinə çox həssas yanaşıram. Çünki bu insanın göğsünün yarılması, yəni döş qəfəsinin yarılması məncə çox major bir şeydir və xüsusilə əgər kiçik, minyon bir qadındırsa doğurganlıq çağında və buna alıp da bir AVR etmək, üstəlik hələ bir mismatch olması, bu məncə çox yəni dramatik bir şeydir. Ona görə bilmirəm, mən o 2-ni mən də hesablayıram, o 20 millim və 2 santim, ancaq bəzən gerçekten çox arada olan xəstələr olur, orada artıq məcbur birçok parametreden istifadə etmək lazımdır.
Təməl ayarlarımızı düzəltməliyik, geyini azaltmalıyıq, yüksək voltmeter bazalarını ayarlamalıyıq. Bir də bayaq Günal doktor da dedi, dens nahiyəsindən ölçüm aparmalıyıq. Aşağıdakı saçaqlardan ölçüm etmək olmaz. Əslində bu trasa bizim sevmədiyimiz bir trasadır. Geri gələ bilərsən. Saçaqlı, net deyil. Hansını deyirsiniz buna? Bir ölçək, bir Sərhədləri net Bu deyil. bizim şey deyil, hardan ölçək, hara qədər gedəcək trasa. Bu sevmədiyimiz bir trasa. Bir sonraki məsələn çox istədiyimiz daha dəns. Burada da dəns yerini ölçmək lazımdır. Görürsünüz. Saçağı deyil. Yaşıl xəttdən göstərilib. Daha sonra qapağın nömrəsi Metronik 21, pitch hız dedik ki 3.6, pitch gradient 52, min gradient 32. Bir də bir şey demək istəyirəm, çox qısa, Türkəm, çox araya girirəm. Yo, buyurun doktor. Biz nativ qapaqda 40 mm, düzdürmü? 26 yəni 20-40 orta, 40-ın üstü ciddi. Amma protez qapaqda bu 35-dir. Bəli, 35-in Hər üzəri. kəsə xatırlatmaq min gradient 35-in üstü. Buyurun. Bu da bayaq siz dediyiniz kimi bradikardik bir xəstədə aksiyasyon time bölünsün ejeksiyon time. Məncə yəni bir xəstədə aksiyasyon time alırıqsa, ejeksiyon time-da almağımız bizim çox bir vaxtımızı aparmayacaq. Əlavə 2 dəqiqə vaxtımızı aparacaq. Alıb nisbətini hesablaya bilərik. Bizim xəstəmiz üçün Aksiyasyon time əslində bizi biraz obstruksiyona yönləndirir, deyilmi? Yüzün üzəridir. Bəli, yüzün üzəri. 115 görsək obstruksiyon deyərdik. Bəli. Həm şey də artıb, velositet artıb, bəli, həm də aksiyasyon time artıb. Bir obstruksiya gəlir ağlımıza. Nəbzin nə qədər önəmli olduğunu bizə göstərir. Bu nisbəti 0.32. Bayaq siz toxundunuz buna. Qaçınırıq. Bəli. Ümumiyyətlə sweep speedi biraz azaltmalıyıq. Bu görüntüdə ölçmək olmaz. Daha yəni sağdakı görüntüdə ölçməliyik. Daha sonra burada DVI hesablayırıq. DVI-miz 0.25-dən aşağıdır. Qapaq nömrəmizə baxsaq, bizim EA-mız 1.3 plus minus 0.2 olmalıdır. Bizdə 1.13 alındı. Bunu bir şey demək istəyirəm. Açıqcası mən bunu da çox öz adıma danışıram. Çox gec öyrəndim. Hər zaman baxırdım ki, o plus minus 0.2 yazır. Bu nə deməkdir və s. Bunu yenə yeni başlayanlar üçün, yəni burada 1.1 ilə 1.5 arasında normaldır. Değil mi? Bunu bir gətirək. Yəni Metronik 21 nömrəni 1.3 görüb, hə tamam bu bizə uyğun deyil demək lazım deyil. Yəni 1.1-ə qədər və 1.5-ə qədər bunun referans aralığıdır. Və indekslenmiş EOA-ya baxırıq. İndekslenmiş EOA-da bizdə body mass indeksi 29-un 6 idi. 29 idi, yəni 30-un 6 və indekslenmiş EOA 0.65-in 6 hesab olunur. Yəni mismatchlə uyğun. Bəli, mismatch. Yaxşı, bir xəstəmizdə bunu deyəcəkdim ki, qoymuşsan. Yəni bir xəstənin mismatch olmaması üçün məncə əməliyyatdan öncə təbii ki, bunlar cərrahlara iş düşür. Yəni bir BSA aort pozisiyasında, yəni bir BSA-nı çarpı vur 0.85. Yəni bu xəstə üçün 1.61 santimetr kare, yəni 1.61 EOA-sı olan bir qapaq taxmaq lazım. Onun altında taxılan qapaqların hər biri mismatch oluşturur. BSA-nı hesablayıb 0.85-ə vururuq, 1.6. Dediyiniz kimi 1.6 bizdə 1.5-dən 1.8 arasına düşür. Nəzərə alırmı cərrahlar bunu? Alır məncə. Cərrahlar nəzərə alır, ancaq onların da özünə görə şeyləri var. Bilməm, burada cərrahlardan varsa bəlkə bizə onlar da deyə bilərlər. Xüsusilə mitral qapaqda mismatch mən çox görməmişəm açıqcası. Bilməm, sizin elə bir təcrübəniz varmı? Yəni çox nadir olar, çünki anulus geniş olduğu üçün, amma aort qapaqda ən çox görülür. Bunun da səbəbi aort kökünün dar olması, kök genişlətmə eləməlidir cərrah. Bunu da çox zaman
etmək istəmirlər. Yəqin ki, komplikasiyalarından və s. dolayı. Bir də bilmirəm heç elə bir xəstəniz olubmu? Məsələn, bikuspid aorta diqqət etsəniz, bikuspid aorta xəstələrin aort kökü geniş olur. Ona görə bikuspid aorta olan xəstələr adətən mismeçlə şey olmur. Yəni mən bir xəstəni əməliyyata verəndə 5 dəfə düşünürəm, amma bikuspidi varsa bunu bir dəfədən də verə bilirəm əməliyyata ki, buna onsuz da geniş nömrə qapaq taxacaqlar. Bəzən doktor, məsələn, tutaq ki, 35 yaşında xəstəyə qapaq implantasiya olunub. 55 yaşında istər-istəməz bu xəstədə BSA-sında bir dəyişiklik olacaq, yəni. Ona da bağlı misməç yaranır. Əlbəttə. Zaten protez mismeçin, yəni mismeç hastalarının tədavisində məsələn bunları mənim üçün qorxunc olan ikinci şey xəstəni redocərrahiyyəyə vermək. Çünki əgər ki aort qapaqda mismeçli bir xəstədirsə və biz bunu redocərrahiyyəyə veririksə, cərraha demək lazımdır ki, buna kiçik qapaq taxılıbdır. Bunu sən aort kökünü genişlədib yeni geniş nömrəli qapaq taxacaqsan, yox elə eyni qapağı başqa bir versiyada taxılacaqsa yenə mismeçlə girib mismeçlə çıxacaqdır. Ona görə adətən bu xəstələri redocərrahiyyəyə vermədən öncə mən əgər kilosu varsa biraz kilo verdirməyi önərirəm. Bəli. Qamasıdır və s. Bunun bir çox təsiri olur kilo vermənin, incəlmənin. Yəni biz kardioloqlar cərrahların sağ əliyik. Raporlarda çox şey qeyd eləməliyik. Məncə. O birisi vakanımıza keçək. Mitral mexaniki qapaq heart rate 82, pitch Y 2.2, min gradient 8 mm, pH 110, protez qapağın VTI-si 48, Lvot VTI-si 16, DVI 3, TR Vmax 3.4. Bu xəstədə əsas problem nədir? Mexaniki qapaq trombozu, mexaniki qapaq stenozu, əhəmiyyətli protez mitral çatışmazlıq. Biz bunu dünən bir Türkanla biraz danışdıq ki, bu кейsi qoyaq ya qoymayaq. Açıqcası görüntülər yoxdur. Sadəcə rapor bəzən bizə görüntü gəlmir də, ancaq rapor gəlir. Bu raporlardan baxaraqdan nə deyə bilərik deyə. Mən məsələn ilk buna belə bir əgər vaka ilə qarşılaşsam, şeyinə baxaram, nəbzinə baxaram. Nəbzi normal aralıqda, demə normaldır, çox bizi narahat eləmir. Və mən ilk Vmax-ına baxardım. Bu 1.9-un üzərindədirsə, demək ki, bir sorun var, değil mi? Araşdırmaya başlayardım. Min gradienti də 6-nın üzərində, yenə mənim üçün bir şey göstəricim. Onda yenə araşdırmaya başlayardım. pH 130 200-200-ün üzəridir mi bizim üçün? Yəni 200-ün üzəridirsə daha rahatlıqla deyirik ki, burada bir obstruksiyon var, ya bir trombus oluşmuşdur. Tamam, doktor, bəs pH-yə görə hansı variantları çıxardınız burada? pH biraz pH çox variabildir məncə mənə görə. Çünki ölçməyi də onu düzgün ölçmək lazımdır da. Yəni ilk o dalğanı nə qədər netdir və s. Əgər 200-ün üzərindesə bu mənim üçün obstruksiyanı göstərir. Ya trombus olmuşdur, ya pannus olmuşdur. Artıq orada baxıram INR dəyərləri, əməliyyatın. Yəni təbii ki, əməliyyatdan 5 ay sonra gördüyüm bir qapaqda pannus çox düşünmərəm. Yəni təbii ki, olur da bəzən çox erkən şeylər, amma daha çox trombus düşünürəm, amma 130-200 arası mənim üçün biraz gri zondur. Gri zonda olan şeyləri sevmirəm, çünki mənim uğraşdırmaq gərəkir. Amma 130-un altındadırsa, xüsusilə də hətta yəni tam 130 deyil, böyle 120-nin altında 110 görürəmsə, burada mən trombus və pannus düşünmürəm. Yəni burada bir obstruksiyon yoxdur. Mən burada daha çox gələ bilərsən təzədən zəhmət olmasın. Tromboz düşünmərəm, stenozda düşünmərəm. Mən bu xəstədə mitral yetərsizliyi vardır. Elə düşünərdim. Çünki trikuspid velositesi də artmışdır. Bu əlbəttə ki, bəlkə eski köhnədən qalan bir trikuspid yetərsizliyi olur. Çünki bəzən cərrahlar mitral qapağı müdaxilə elində trikuspidə çox müdaxilə etmirlər. Yəni və ya edirlərsə də yenidən trikuspid yetərsizliyi qalır. Mən bu xəstədə daha çox protez yetərsizliyini düşünərdim. Bilmirəm, yəni pH-yə görə elə düşünərdim. Əslində Natavan doktor deyəcək yenə cədvəl. Asiya qaydalarında çox gözəl bir cədvəl var. Deməli, əhəmiyyətli protez mitral çatışmazlıq normal pH ilə. Əslində bizim göstəricilərimiz bu cədvələ çox uyur. Ona görə də ciddi protez mitral çatışmazlıq diaqnozu qoyuruq.
Düzdür, yəni də deyirəm, bizim əslində məqsədimiz bu cədvəlləri əzbərləmək deyil. Sadəcə belə bir cədvəlin varlığını bilməliyik ki, bir şübhələnəndə baxaq görək bu göstəricilərdə, bu cədvəldə hansı göstəricilər var, bir-birinə nisbəti nə qədərdir. Elə deyil Gülnar doktor. Yəni bu cədvəlləri çıxardıb ex otağın divarına yapışdırmaq məncə. Yaxşı olar, məncə yaxşı olar. Mən açıqcası şeyə baxmıram, bu VTI-ların şeyinə, VTI bölürlər var. Onlara çox baxmıram çünki bəzən xəstələrdə kombinə qapaqları olur və ya məsələn ya çift qapaqdır ya fərqli bir aort yetərsizliyi və s. vardır. Onlar da hepsi bir şey olur da, doğru ölçüm olmur. Mənim üçün ən əsası Vmax-dır, min qradiyentdir, PHT-dir. Bunlara baxıram. Mitral qapaqda ağlıma taxılan hər hangi bir problemdə T, çünki T məncə mitral qapaq üçün yaradılıbdır. Ventrikul tərəfini transtorasikdə görürəm, atrium tərəfində və orada o genəldə indi artıq biliflet taxılır da, o kələbək gördüyümü deyirik biz kəpənək. Onu gördüyüm yerdən 5 dərəcə, 10 dərəcə artıra sağ, sol T-də də, yəni clockwise, counterclockwise itməklə, çəkməklə mitral qapağı dəyərləndirmək çox məncə daha yaxşıdır. Nəinki bu parametrələrə çox. Açıqcası heç mənim ağlımda da qalmır bu mitrallə ilgili və mənim şeyimdədir. Çünki mən T-ni... Bir də bir şey deyim, o əvvəldən bizə öyrədirdilər ki, mitral qapaqda bubble'lar görəndə protez qapaq üstündə bu protez qapağın funksiyasının normal, yəni yaxşı olduğunu göstərir. Məsələn, amma keçənlərdə bir xəstə gəlmişdi, yəni qradiyent artışı falan da var idi, amma bubble'lar aydın görsənirdi. Yəni bu hər zaman belə doğrudurmu, yoxsa istisnalar olurmu? Bubble'lar görürük qapağın üzərində protez. Mən ona baxmıram. Elə bir şey yoxdur. Əgər elə bir şey varsa bu tamamilə normaldır və ya normal deyil, elə bir şeyə baxmıram. Və son guideline-larda heç sanıram belə bir şeydən bəhs edir. Yazılarda mən də rast gəlməmişəm, amma yəni həmişədən düzdür. Deyirlər, elə bir rezidentlik dönəmimizdə deyirlər ki, bubble'ları gördüsə, demək hər şey qaydasındadır. Bir də bu əslində axırıncı cədvəli bu yaxınlarda Fuad doktorun çox qəşəng bir protez qapaq seminarı var idi. O bu cədvələ toxunmuşdu. Çox xoşum gəlmişdi bu cədvəldən. Ona görə bunu yerləşdirdim, yəni məlumat olsun deyə. Keçək o birisi vakaya. 54 yaşlı xəstə 2 il əvvəl bypass pilus meveri əməliyyatı olunub. Efe 50'dir, PEM'in 3 mm, civestunu, heart rate 70, iniyer effektivdir, heç bir klinik şikayət qeyd etmir, sadəcə kontrol məqsədi ilə gəlib. Əslində bu vaka qoyma səbəbi nədir? İlk dəfə idi belə bir vaka görürdüm, ona görə qoydum, maraqlı gəldi mənə. Echo görüntülərində nə görürsünüz? İndi göstərəcəm. Tromb, vegetasiya, total chordal sparing. Total chordal sparing ilə meveri bu görüntüləri gəz. Görüntüləri zəhmət olmasa. Bir dəqiqə. Yəqin ki, burada bu hərəkət edən kütlələri görürsünüz. Tromba oxşuyurmuş kimi görsənir. Tromba da oxşuyur, vegetasiyaya da oxşuyur. Raporun olmasının önemli olduğunu gösteren bir vaka hiç beynimizi yormaya bilərdik eğer elimizde ameliyat raporu olsaydı. Bunu cərrah yönləndirmişdi bizə. Biz dedik ki, yox, bu yəni şey deyil, ya tromba oxşuyur, ya vegetasiya oxşuyur. İniyer effektivdir, adam heç bir şikayəti yoxdur, çox yaxşı hiss edir özünü. Həm də qradiyent artışı da yoxdur, düzdür? Yox, heç nə yoxdur. Sadəcə bu vakanı qoymağım odur ki, bizim başımıza gələn hadisə. Biz dedik, yox, buna təzədən T olunmalıdır, bu vegetasiyaya da oxşuyur. Cərrah gəldi ki, bəs mən buna xordal korumalı meyvə. Hə, xordal qoruma ilə şey eləmişəm, meyvəli eləmişəm. O bəs sizin gördüyünüz o mitral qapağın bir neçə hissəsidir. Bu. Yəni öz qapağı qalıb, bəli, öz qapağı qalıb yerləşdirib. Şeydir. Bunun da səbəbi mən araşdırdım ki, Levenin sol məddəciyin efesinin çox düşməməsi səbəbilə belə bir şeylə. Çünki xəstə bir dəfə arrest verib. Yəni rutin olaraq eləmirlər təbii ki də, amma Bəli, mən heç görməmişdim, nə yalan deyim, yəni belə bir vaka görməmişdim. Sonradan cərrah gəldi, bütün suallarımızın cavabını verdi.
52 yaşında qadın xəstə 20 il əvvəl meyvəri olunub, 30 yaşında. Tənginəfəsi şikayəti ilə müraciət etmişdir. İnyer effektivdir. Bir ay əvvəl pnevmoniya keçirib. Pmax 39, Pmin 19, PHT 90, heart rate 70 vurğu bölünsün dəqiqədir. Xəstə bizə stak qapaq diaqnozu ilə gəlmişdi. Nəsə stak qapaq diaqnozu ilə gəlmişdi. Burada Vmax-ını işarə eləməmişəm, amma düzgün xatırlayıramsa 2-nin üzəri idi. Görüntüləri görə bilərikmi? Tamam, göstərirəm. Bu transtorasik görüntüdür. Burada ilk görüntü 4 boşluq görüntüdür. İlk nəzərə çarpan nədir sizcə? Paravalvulyar. Aha, paravalvulları var. Tamam, bu qapağa biz baxanda xoda dedik ki, tamam, bu stak qapaq deyil. Çünki bu stak qapaq bunun pH-si də qısadır. Və dedik T eləyək. T-də üzərindəki kütlələri görürsünüz də yəqin ki. Aha. Başqa görüntü də var. Bir dəqiqə. Və burada bu posterior tərəfdəki okulerin necə hərəkət, analiz biti yuxarı aşağı necə hərəkət etdiyini yəqin hamı görür. Rocking motion'dur. Ayrışmış. Aha. Buradan da dehissans. Bəli, dehissansdan da paravalvular axını görəcəyindir. Bizim echoda gördüyümüz bu axındır. Aha. İnfeksiyon endokardit. Bir ay əvvəl pnevmoniya da keçirdib xəstə. Məsələn, bu xəstəni biz fluoroskopiyaya yönləndirsək əmin olmaq üçün bir şey görə bilərikmi, yoxsa burada artıq net görsənir? Burada net görsənir artıq, kütlələr də görsənir, həm də dehissans olduğu da görsənir. Əslində qapaq da heç stak deyil, tam tərsi hərəkətlidir. Bəli, səhv ona görə şey elədilər də, rayondan onu göndərmişdilər cərraha stak qapaqla. Amma bilmirəm niyə elə deyiblər, yəni anlamadım mən də. Ona görə biz də exosuna baxdıq, paravalvulyarı gördük. Xəstənin axırı Redo əməliyyat. Redo, bəli, Redo əməliyyata getdik. Yaxşıdır, əməliyyatdan sonra göstəriciləri də yaxşı idi. Rahat idi, yəni. Onlar akut dönəmdə almağı sevmirlər, çünki doku, infektiv dokuyu dikə bilmirlər qapağı. Çox güman akut deyildi, doktor. Çünki bu adam pnevmoniyadan yatıb xəstəxanada, bir ayda ortalıqda belə gəzib, diaqnoz qoya bilmirmişlər xəstənin, yəni rayonda. Ona görə belə bu vakamızda belə. Bu qədər. Yəni əslində bir gələ bilərsən də yenidən. Aha. Axırıncı görüntülər deyirsiniz? Yox, vakanın o yazılar olan yerə. Hə. Burada məsələn 20 il əvvəl məvərə olması bizi biraz pannusa yaxınlaşdırır, deyilmi? Min qradienti də yüksək gördüyümüzdə çox uzun dönəm, yəni fibroz doku yaranıbdır deyə pannus düşünərdik, amma PHT-si Bəli, 90 altında bir kafamız karışardı ki niyə 200-ün üzərində deyil, nəbzdə normal. İnərə effektivdirsə trombus çox düşünməliyik, amma İnərə effektiv nə qədər effektiv? Yəni bəzən 2 ayda bir baxdırırlar, İnərəsi normal, amma aralarda düşürmü deyə. Yəni İnərə effektivdir deyə heç əsla trombus olmayacaq deyə də bir şey yox. Onu da məncə ağlımızdan hər zaman keçirməliyik. Və pnevmoniya keçirməsi də endokardit düşündürərdi. Endokardit yaranıb ilk öncə əslində, sonrasında qapaq destruksiya olub deyə PVL yaranıbdı. Əslində doktor, bu yaxınlarda belə bir xəstəmizdə var idi. Yəni meyvəli olunan xəstə idi. Adam inerisi əlimizdə yox idi. Adamın yaxın vaxtlarda infeksiyon bir hadisəsi də yox idi. T-də amma infeksiyon endokardit oldu. Yəni infeksiyon endokardit olduğu görünürdü xəstənin. Xəstəni cərrahlar götürdü. Cərrahlar götürəndən sonra 1-2 gün sonra xəstə başladı ağciyər ödeminə girməyə və biz əvvəlki onun exosunda biraz posterior okulerdə rocking motion kimi bir hərəkət görürdük. Mən sonradan exosuna baxanda artıq anterior tərəfdə okulerdə də elə bir hərəkət gördüm.
O vakanı qoya bilmədim. Kan kültürləri pozitiv idi hər halda. Qan kültürü pozitiv idi. O da maraqlı vaka idi ki, yəni biz baxanda posterior tərəfdə idi. Xəstə ağırlaşdı ağciyər ödeminə girəndə exoda anterior tərəfdə də bir hərəkətliyin artması görünürdü. Bir də son bir şey də demək istəyirəm. Bu protez qapaqlarında trombuslar genelde böyle hareketli olur. Yani görürük de mesela atriuma girip çıkar veya ventriküle girip çıkar. Hareketli olur ve kenarlardan adeten başlayır. Ama bioprotez kapaklarda trombus sallanan olmaz. Bioprotez kapaklarda qalınlaşır qapaqlar. Onu əslində bakteriyel trombotik endokardit gibi, Bəli, NBT gibi. Qapaqlar çox qalınlaşır. Sənin o vaka əslində oradakı o tabii vakan da tam bu çox gözəldir. KT-də çox gözəl görünür bu. T-də də əslində görünür. Gamze Hoca'da görmüşəm mən. Amma KT sanki daha gözəl göstərir. Yəni bəzən məsələn gradiyent artışı olur, amma qapaqları yani normal kimi görən bir şey, hərəkətli bir şey yoxdur. Buna trombus bazen deməyə bilərik, amma yəni bioprotezdə qapaqlar qalınlaşır. Çünki bioprotez normal öz qapağımız kimidir. Yəni çox incə görməmiz lazımdır. Amma biraz qalınlıq varsa burada bir trombus yönündən baxmaq lazımdır. Bəzən bioprotezlərdə məsələn Coumadin ilk aşamalarda verir. Yəni aslında önərilmir, amma bizim bilmirəm, mən koşu yolunda hep verirdik. Yəni 6 ay, ilk 6 ay bir Coumadinizə eləyirdik. Mən hələ də eləyirəm. Bəzən Coumadini kəsəndən sonra məsələn bioprotez AVR edirsə və ya TAV edirsə görürəm. Bəzən gradiyent artışları görə bilirəm. Qapaq qalınlaşması görürəm. Yenidən Coumadinə keçirəm. Yəni fərqli vakalar. Bioprotezlərdə aynən. Əslində guideline 3 ay yazır, amma Türkiyədə Gamze Hoca da 6 ayın verməyin tərəfdarı idi ki, 6 ay vermək lazımdır, daha yaxşı olur. Biraz praktika ilə biz ona gəlmişdik, amma nə qədər şey, amma faydalı, əgər xəstənin bir qanaması yoxdursa 6 ay verilə bilər yəni. Tövsiyə edirəm. Gözəl. Belə. Teşekkür ederim. Çok sağ olun Türkan doktor. Çok sağ olun. Çok sağ olun Gülnar doktor, dəstəyiniz üçün, gözəl anlatım üçün. Hər ikinizə minnətdaram. Qoşulan həkimlərə də çox sağ olun. Sual var. Natavan sual var. Yəni chat bölməsində yoxdur da, belə yəni gördüyüm qədər yoxdur, amma kimin sualı varsa mikrofon açıb verə bilər təbii ki. Zöhrə doktorun mikrofonu açıqdır. Bilmirəm suala görə. Təşəkkür eləmək üçün. Teşekkür ederim. Bu qədər. Çox sağ olun, var olun. Yaxşı ki varsınız. Sağ olun, Gecəniz xeyir. siz də çox sağ olun.